Erməniləri diz çöktürüb üzr istətdirən, erməni generalı Amazaspın qoşunlarını darmadağın edən Qaçaqmayıl. 1918-ci ildə Şamaxını viran qoyan Daşnaq generalı erməni Amazaspa Qubaya keçmək, Dağıstana, Xasavyurda qədər olan kəndlərin sakinlərini qırmaq üçün əmr verilmişdi. Bundan xəbər tutan Qaçaqmayılın dəstəsi ermənilərə göz astırmadan hücum edir. Bu səbəbdən erməni generalı qorxaraq geri çəkilir. Xalqın xahişi ilə Qaçaqmayıla yüzbaşı rütbəsi verilir. Daha sonra ermənilər Şamaxıya hücum edirlər. Bunu eşidərək döyüşə atılan Qaçaqmayıl 400 ermənini qanuna qəltan edir. Bundan sonra Qanlıdərə döyüşündə isə ermənilərin ayağı birdəfəlik Şamaxıdan kəsilir. Həmdullah Əfəndi Əfəndizadə ilə birlikdə 1918-20-ci illərdə Quba-Şamaxı qəzalarında erməni daşnaq quldurlarına qarşı döyüşməyə başlayır. Bir çox kəndlərdə dinc sakinlərə qarşı qətliamların qarşısını alan Qaçaqmayıl, hətta 1921-ci ildə Şərqi Anadoluda gedən döyüşlərdə də qəhrəmanlıqla döyüşərək Türkiyənin belə azadlığı üçün vuruşmuşdu.